Wikipediyadakı məqalələri vizual cəhətdən zənginləşdirmək üçün şəkil, diaqram, audio və video materiallar əlavə etmək mümkündür. Amma bu proses sadəcə fayl yükləməkdən ibarət deyil. Hər bir media faylı müəllif hüquqları və açıq lisenziya qaydalarına uyğun olmalıdır. Əks halda məqalədən silinə bilər və redaktor xəbərdarlıq ala bilər. Bu səbəbdən faylların əsas mənbəyi kimi Wikimedia Commons Azərbaycan dilində Wikiambar istifadə olunur. Wikiambar bütün Wikipedia dilləri üçün ortaq media anbarıdır və burada yerləşdirilən fayllar açıq etmək mümkündür. Commons'un üstünlüyü ondadır ki, bir dəfə yüklənən şəkil, səs və ya video dünyanın istənilən Wikipedia layihəsində istifadə oluna bilir və lisenziya məsələsi avtomatik həll olunmuş sayılır. Lisenziya məsələsi xüsusi diqqət tələb edir. Commons'da yerləşən faylların əksəriyyəti açıq lisenziyalarla qorunur. Bu lisenziyalar materialın müəllifini göstərmək şərti ilə istifadəsinə və paylaşılmasına icazə verir. Lakin müəllif hüququ ilə qorunan, mənbəyi naməlum və ya bütün hüquqlar qorunur işarəsi olan fayllardan istifadə etmək olmaz. Sadəcə internetdə axtarış edib tapılan şəkil yükləmək qanuni sayılmır. Bu qaydanın səbəbi sadədir. Wikipedia müəllif hüquqlarına ciddi əməl edən layihədir və şübhəli mənbələrdəki materiallar avtomatik olaraq silinir. Yeni fayl yükləyərkən ilk addım onun hüquqi statusunu dəqiq öyrənməkdir. Şəkil və ya videonu özünüz çəkmisinizsə, Commons'a yükləmə zamanı mənim işimdir seçimini seçir, uyğun, açıq lisenziya qeyd edirsiniz. Başqasının işindən istifadə etmək istəyirsinizsə, yalnız müəllif onu açıq lisenziya ilə paylaşmış və bunu aydın şəkildə sübut edə bildiyiniz halda yükləmək mümkündür. Yükləmə formasında faylın təsviri, müəllifin adı, mənbə linki, çəkilmə və ya yaradılma tarixi və seçilmiş lisenziya dəqiq şəkildə doldurulmalıdır. Bu məlumatın olmaması faylın silinməsinə səbəb ola bilər. Fayl adını da diqqətlə seçmək vacibdir. Təsviri və dil bölmələrində qarışıqlıq yaratmayan aydın və qısa adlar məqalələrdə sonradan istifadədə rahatlıq verir. Məqaləyə şəkil əlavə etmək üçün faylın Wikiambardakı adından istifadə etmək lazımdır. Məqaləyə şəkil əlavə etmək üçün Əlavə et menüsündən şəkillər və medianı seçirsiniz. Açılan pəncərədə axtarış qutusuna faylın adını yazırsınız və faylı seçib yerləşdirirsiniz. Burada faylın aşağısındakı görünəcək başlıq, ölçü, məqalədə harada duracağı kimi parametrləri dərhal tənzimləmək mümkündür. Video və audio faylları üçün də eyni prinsiplər keçərlidir. Commons yalnız dəstəklənən formatları qəbul edir və lisenziya yenə də açıq olmalıdır. Bütün bu prosesdə əsas məqsəd məqaləni daha məlumatlı və cəlbedici etməkdir. Amma hüquqi tərəfi laqeyd yanaşmaq olmaz. Wikiambarın istifadəsi, doğru lisenziya seçimi, faylın düzgün təsviri və istinadların əlavə olması Wikipediyanın müəllif hüquqlarına hörmət edən prinsiplərini qoruyur və məqalənin uzun müddət etibarlı qalmasına zəmanət verir.